Ağlayan qadınlardan hamı danışır, üzülən qadınlardan hamı danışır, boşanmış qadınlardan hamı danışır, həyatı bədbəxt olan qadınlardan hamı danışır, həyatı alt üst olan qadınlardan hamı danışır. Amma ağlayan kişilərdən danışan yoxdur, üzülən kişilərdən danışan yoxdur, öz sevgisi, həyatı məhv olan kişilərdən danışan yoxdur. Sevdiği xanım onu tərk eləyib, onu yar yolda qoyub, onlar haqqında danışan yoxdur. Əzab, əziyyət çəkib, min bir əzab, əziyyət çəkib, öz ayaq üstə duran kişilərdən danışan yoxdur. Bəs yaxşı, bu madəm ki, tenderçi var, siz deyirsiniz, qadın-kişi hüquqları, bərabərlik haqqında. Niyə qadınlar hüquqlarının haqqında danışırsınız, kişilər haqqında isə danışmalı fikriniz yoxdur? Bugünkü gün çox təəssüf olsun ki, Azərbaycanın qadınlar haqqında qurum var, amma kişilərin qurumları yoxdur. Yəni kişilər problemini hara danışsınlar. Bəzi insanlar deyir, get cəhənnəmə, öz işini gör, öz problemlə həll elə. Sən artıq yetkin insansan, sən öz ayağının üzərində dura bilərsən. Amma yaxşı, qadınlar haqqında niyə danışırsınız? Hə? Mən başa düşə bilməm. Belə çıxır ki, sizin məntiqinizə əsasən qadınların pis olmasına siz üzülə bilərsiniz, amma kişilər haqqında yox. Bu nə məntiqdir? Bu nə hüquq bərpasıdır? Əgər siz deyirsiniz ki, qadın hüquqları, kişi hüquqları bir olmalı, hanı burada birlik? Mən burada birlik görmürəm. Bir dənə dırnaq arası bir zənn xaylağı canlı yayımı açır, ağlamağa başlayır, tökülüşüblər. Qadın hüquqları belə, kişilərin hüquqları belə, qadın təmdiri belə, gəlin qadın susmayaq, qadınlar haqqında danışaq, qadınlar hüquqlarını tələb eləyək. Hansı hüquqlardan siz danışırsınız? Hansı bərabərlikdən siz danışırsınız? Hansı məsələdən siz danışırsınız? Siz bilirsiniz ki, bir kişi ürəyi sındısa, ürəyi qırıldısa, ürəyi əzildisə, o başqa bir qadını daha sevə bilməyəcək. Niyə bu haqda danışmırsınız? Niyə bu haqda müzakirə ictimailəşdirmirsiniz məsələni? Ancaq həyat qadınlardan mı ibarətdir? Qızlardan mı ibarətdir? Mən bunu başa düşə bilməm. Nədir düşünürsünüz axı? Qadınlar hüquqları belə, qadınlar hüquqları elə. Qadınlar hüquqları vaxtı deyil hazırda. O kişilər var, o qeyrətli oğlanlar var, şərəfli oğlanlar var. Gecə səhər saat 8-də çıxıb axşam saat 12-də gələnlər. Niyə onlarla danışmırsınız? Niyə onlarla danışmırsınız? Küçədə dayanıb gül satanlar, salfetka satanlar, nə bilim soyuqda, əzab əziyyətdə işləyənlər, niyə bunlar haqqında danışmırsınız? Amma bəzilərinə gələndə bir qadın bir kişi tərəfdən xəyanət görəndə, pisliyi görəndə bütün kişilər eynidir. Belə çıxır ki, siz də belə üzr istəyirəm ifadə, siz onlardan fərqlənmirsiniz. Nətər olar ki, sizə haqqında danışmırlar, siz kişilərin qəlbini qırırsınız, onları incidirsiniz, onları ağladırsınız, onları yarı yolda qoyursunuz, onları nə bilim həyatı məhv edirsiniz, onların həyatını cəhənnəmə döndərirsiniz. Belə çıxır ki, sizə haqqında danışmaq olmaz, amma kişilər haqqında danışmaq olar da, hə? Bu nə düşüncədir? Və yaxud da kişilər haqqında danışmaq olmaz, qadınlar haqqında danışmaq olar. Məsələ nədən ibarətdir? Yəni əgər haqq, hüquq varsa, 2 nəfərli olmalıdır. Qadınlar haqqında belə danışaq, qadınlar susmaq, qadınları müdafiə edək. Hansı qadınlıqda siz danışırsınız? Əgər bir qadının damarında əxlaqsızlıq varsa, pozğunçuluq varsa, tərbiyəsizlik varsa, siz durub onu müdafiə edirsiniz. Niyə? Qadın hüquqları qorunmalı, hansı hüquqlar qorunmalıdır? Əxlaqsızlıq hüquqları qorunmalıdır, pozğunçuluq hüquqları qorunmalıdır. Əgər bir qadının qanında beyliyi varsa ki, bir kişi ilə, 2 dənə oğlanla gündə mütəvazi danışsın, hansı hüquqdan siz danışa bilərsiniz? Hansı hüquqlarda siz müzakirə apara bilərsiniz? Gəlin o kişilərdən danışın ki, soyuqda, qışda, boranda dayanırlar, əzab əziyyətlə 5 manat ailəsinə çörək pulav qaparlar. Niyə bunlar haqqında danışmırsınız? Niyə bunlar haqqında müzakirə eləmirsiniz? Gələk bir nəfər çıxsın, video çəksin ki, məsələ belədir, belədir. Ha, sonra deyəsiniz ki, sən Allah olsun sənə. Yəni bu nə məntiqdir, bu nə düşüncədir? Allah belə insanları hidayət eləsin. Vallahi adam söz tapmır.